Klassik gotik ədəbiyyatı deyəndə ilk ağlımıza gələn əsərlərdən birisi, hansı ki onda videosunu çəkmişdim. Frankenstein, Mary Shelley'in yazdığı Frankenstein romanıdır və o əsərdən haqqında video çəkdiyim üçün o haqqda danışmaq istəmirəm. Amma o videoda da dediyim kimi Frankenstein zaman zaman uyarlanmaları olubdu. Cizgi filmi də çəkilib, filmləri də çəkilibdi. Hətta digər qorxu ədəbiyyatlarında Drakula ilə və ya Qurd Adamla məsəl üçün onların qarşılaşmaları da var. Frankensteinin evi filmi var və yaxud da ki Drakulanın evində yenə onların üçünün qarşılaşmasını görürük. Və biz bu əsərdə eyni də uyarlanan filmlərində də biz davamlı olaraq Bədheybətin gözündən görürük hekayəni. Necə ki romanı Bədheybətin gözündən dinlirdik ki, Frankenstein onu yaradır, sonra tərk eləyir və s. Amma əslində 2015-ci ildə çox orijinal gəldi bu filmin mövzusu mənə. Viktor Frankenstein gözündən bu səfər nəql olunur məsələ. Eyni ilə məsələn uyuyan Güzel var idi, Yatmış Gözəl hekayəsində, hansı ki o yatmış gözəli ögey anası cadügər olduğu üçün onu cadügərlik də yenə dediyim orta əsrlərdəki o qadınların, güclü qadın obrazlarını cadügər adlandırırlar. O da oradan gəlir əslində, ögey anadır və yatmış gözəli cadu eləyir, onu yuxuya verir. Əslində daha sonradan bu nağılın yeni versiyasını Angelina Jolie'nin çəkildiyi Maleficent filmində görürük və bu səfər onun gözündən baxanda hər şey tamam başqa cür görünür gözümüzə. Məsələn, dini kitablar barədə də deyirlər ki, dini hekayəni bizə, yaradılış hekayəsini şeytanla insanın, yəni belə deyim, mərcinə görə, onların fikir ayrılığına görə bir növ biz yaranmışıq, dünyaya endirilmişik, lənətlənmişik və s. qovulmuşuq deyə cənnətdən. Amma biz bu hekayəni həmişə Allah yazıb kitabları, dini kitabları Allah yazıb. Biz şeytanı dinləyə bilmirik. Bəlkə o da haqlıdır. Əslində yəni belə satana deyilən Qara İncil kitabı var. Orada da şeytan tərəfindən danışılır və yaxud da ki belə deyim, belə bir qrup da var idi ki, trollamaq üçün təbii ki. Onlar deyirdilər ki, əslində o hekayələri, o dini kitabları şeytanlar yazıbdı. Yəni əslində bunu da əsaslandırır, çox da gözəl əsaslandırırdı əslində bu qrup. Yəni deyirlər ki, həqiqətən fikirləşəndə yəni tarix boyu insanlar din uğrunda, Allah uğrunda mübarizələr apardılar. Amma heç kim fikirləşəndə sən niyə inanmırsan, mən daha çox inanmıram deyə bir-birini öldürmür. Amma mən yaxşı inanıram və yaxud da mənim inandığım düzdür, sənin inandığın səhvdir deyə insanlar tarixlər boyu savaşlar yaradır. Bundan da əsas gətirirlər ki, yəni dinlər bütün tarix boyu savaşlara, məsələn, bu sadəcə əsaslandırmalardan biridir. Dinlər yəni savaşlara gətirib çıxartdığı üçün əslində o dini kitabları şeytan yazıb, Allahın adından. Yəni bir növ bizi çaşdırır insanlığı. Və Qara İncildə bunun əksini deyir və bu da maraqlı, yəni qarşı tərəfi dinləmək məsələsi. Və ədəbiyyat bizə nə verir deyəndə, mənim ən sevdiyim düşüncələrdən birisi söz ehtiyatı və s. Bunlar bir tərəfə, amma bizə balanslı düşünməyi öyrənir. Yəni ədəbiyyat oxuyanda haqlı və haqsız olmur, belə deyim. Empatiya hissin güclənir, hər nə qədər ki bu hissin özü də belə deyim, obyektiv olmamıza maneə törətsə də, yəni o qədər də belə yaxşı his, müsbət bir his deyil əslində mənə görə empatiya hissi. Yəni Nietzsche məsəl üçün nə deyirdi? Platona qarşı çıxaraq tutan Platon klassik fəlsəfədə, biz Nietzsche'yə qədər olan fəlsəfədə, hansı ki Nietzsche deyirik ki, bir yenilik, bir inqilab gətirib fəlsəfəyə, yeni baxış gətiribdir. Platona qədər biz deyirdik ki, bir ideallar dünyası var, mağara allegoriyası, yəni bir reallıq var hardasa, biz onu tapa bilmirik. Amma Nietzsche gəlir, tam onun tərsinəsini deyir ki, reallıq deyilən bir şey yoxdur. Yəni nə qədər insan varsa, o qədər də gerçək var. Yəni hər kəs öz aspekt məsələsini, yəni hər kəs öz tərəfindən baxanda o haqlıdır. Yəni bizim ən bu bədheybət və yaxud da ki cinayətkar hekayələrində də sevdiyim odur ki, onların tərəfindən gözünü dinləyəndə onlar da durduq yerə vəhşiləşmirlər. Xislətləri vəhşi olmur əslində. Bunun özü də mizantropiyanın məsəl üçün mövzusudur. Xislətimiz mi çirkindir? Amma biz bu bədheybətlərdə diskriminasiyaya uğramış, məsəl üçün Tim Burtonun obrazları kimi obrazların sonradan vəhşiləşməsini görəndə görürük ki, əslində onlar qurbanlardır. Yəni onlar cəmiyyət tərəfindən haqsızlığa məruz qalırlar deyə vəhşiləşirlər.
Və yəni bizə hər tərəfdən Nietzsche'nin dediyi ilə tamamilə razıyam ki, yəni tək bir gerçək yoxdur. Platonun dediyi fikrin əksinə olaraq nə qədər insan varsa, hərə öz baxış tərzinə, yəni kim dil fəlsəfəsinə gedir əslində bir növ bu fikir, kim özünü nə qədər ifadə eləyə bilirsə, söz ehtiyatı nə qədər güclüdürsə və yaxud da ki manipulyasiya dediyimiz şeydə özünü yaxşı ifadə eləmək deyil. İnsan özünü o qədər gözəl ifadə eləyir ki, deyirsən ki, bu sehr elədi, məni inandırdı. Məsələn, Hitler barədə onu deyirlər ki, bu qədər cinayətlər törətməsinin, bu qədər insan toplamasının səbəbi manipulyasiya eləməyə bacarırdı. Manipulyasiya eləmək nədir? İnsanlar öz zəifliklərinə, analiz eləmək qabiliyyətinin olmamasına, cahilliklərinə bu adı qoyurlar ki, bir növ günahı bizdən atırlar. Yəni biz demirlər ki, nə oldu kütlə olaraq biz heç birimiz sorğulamadıq. Deyirlər ki, bir nəfər ataq günahı, günah keçisi dediyim kimi, o bizi manipulyasiya elədi. Yəni o şeytancasına bizi manipulyasiya elədi. Manipulyasiya nədir? Gözəl danışıq qabiliyyəti. Yəni sən özünü nə qədər gözəl ifadə eləyirsənsə, o qədər haqlısan əslində. Yəni belə ümumilikdə baxanda dil varsa həqiqət yoxdur fikri. Və burada da yəni ədəbiyyatda dediyim kimi bu fərqli baxışları qarşı tərəf bizə danışılan bütün nağılları, bütün hekayələri, bütün öyrəndiyimiz şeyləri modern versiyada qarşı tərəfin gözündə baxırıq və bunu dəhşət çox sevirəm ədəbiyyatda. Mary Shelley'in Frankenstein əsərinə 2015 versiyasında bu gözlə baxılıb. Bu səfər Viktor Frankenstein öz hekayəsini danışır, tamamilə fərqli bir hekayə görürük. Hekayədə Frankenstein tək deyil, onun bir köməkçisi var. Film hətta onun köməkçisinin skalyoz olur və kambur deyirlər ona, beli Notre Dame kilsəsində qızın sevdiyi çirkin obraz var idi, beli skalyoz olan. O tip bir xəstəliyi var. Və ilk bölümdə biz bu obrazı görürük. Igor görürük. Igor sirkdə işləyir. Orada səhnəyə çıxan qızlardan birinə aşiqdir. Amma görüntüsü çox, yəni elə demək olar ki, bət-heybət tipli bir şeydir. Amma qız orada səhnədə zədələnəndə Frankenstein ilk dəfə görürük. Hansı ki Frankenstein olduğunu bilmirik, özünü təqdim edir daha sonra. Və deyir ki, biz bu qızı xilas edə bilmərik. İkinci dəfədə sümük qırılıb. Amma bu Igor deyir ki, hansı ki kamburu olan, skalyozu olan adam deyir ki, yanında bir saat varsa, elektrik saat varsa, mən bunu müalicə eləyim. Və götürür həmən qızın oynağını yerinə salır bir növ. Və o anda Viktor Frankenstein anlayır ki, bu adam əslində dahidir və deyir ki, sən burada qalma, sən burada məhv olursan. O Igoru yanına götürür və onun belindəki o kamburu, belə deyim, suyu çəkir əslində, deyir, izah edir ki, bu əslində müalicəsi olan bir şeydir. Onun korset taxır bədəninə, qamətini düzəltməsi üçün korset taxır, üzünü gözünü təmizləyir, bir növ yenidən yaradır, qısaca. Yeməyi ona öyrədir, ona kimi çox çirkin şəkildə yemək yeyir Igor. Hər şeyi sıfırdan bir insanı yaratmaq, əslində bunun özü də insan yaratmaqdır və onu öyrədir. Daha sonra Frankenstein deyir ki, mənim bu tip elmi bir təcrübə aparmaq istəyirəm, bir insan yaratmaq istəyirəm. Əlbəttə ki, Igor da digər hər kəs kimi bunu eşidəndə qarşı çıxır. Yəni deyir ki, bu yaratmaq Allaha məxsusdur. Sən təbiətin qanununu pozursan. Orada Frankenstein'ın niyə bu fikrə düşdüyünü ilk başda anlamırıq. Daha sonralar filmin sonlarına yaxın daha aydın olur məsələ. Hansı ki, Frankenstein ailəsi də həkim ailəsidirlər, aristokratlar və onlara deyirlər ki, sən bizim ailənin adını batırsan, atası deyir. O isə deyir ki, mən elə bir təcrübə aparacağım ki, əksinə Frankenstein soyadı tarixə yazılacaq. Yəni ölümsüzləşdirəcəm əslində bizi. Biz əslində, yenə də deyirəm, digər videoda da demişdim, Viktor adının seçilməsi təsadüf deyil. Viktor Frankenstein də adın bütöv halı. Mary Shelley bilirik ki, yəni yaşadığı dönəmdə romantizm dövrü idi. Yəni hisslərin daha güclü, ön planda olduğu dönəm idi və o dönəmdə də yəni Viktor adı da güc, Latıncadan tərcümədə zəfər sahibi, qələbə qazanan mənasına gəlir. Burada da Viktor Frankenstein tanrılıq iddiasındadır bir növ. Yəni heç kimin eləmədiyi, tarix boyu heç kimin cəsarət eləmədiyi bir şey eləmək istəyir, insan yaratmaq istəyir.
Yəni bununla həm ölümsüzlüyü tapmaq istəyir. Əslində niyyətinə baxırıq ki, Frankenstein insanlığa xidmət eləmək istəyir, ölümsüzlüklə mübarizə aparmaq istəyir və bunu yaxşı məqsədlər üçün eləyir. Daha sonra isə polislər bunu bilirlər və bunun arxasınca düşür. Polislə dialoqu çox qəşəng idi, üzləşməsi, hansı ki polis onun cinayət elədiyini deyir. Və orada biz görürük ki, polisin dindardır, dindar görüşü var. Deyir, mən həyat yoldaşımı itirmişəm və bu ağrıya dözmək üçün kilsəyə gedirəm, dua eləyirəm Allahın evinə. Frankenstein isə ona deyir ki, yoxdur, Allah da yoxdur, şeytan da yoxdur. Biz insanlar sadəcə buradayıq. Yəni istəyirsənsə yenidən yarada bilərəm sənin həyat yoldaşını. Amma dini görüş əlbəttə ki, elmlə bəzən deyirlər ki, elm dinə qarşı deyil və s. Yəni soruşursan ki, bu qədər absurd bir şey bilmirəm. Soruşursan ki, necə yəni qarşı deyil? Tarix boyu elm adamları öldürülübdür dindarlar tərəfindən. Spinoza'nın özü belə, məsələn, fəlsəfədə baxırıq. Bütün filozoflar, Galileo Galilei olsun, bütün en qədər sayıb bitirə bilmərik də elm adamlarını, dindarlar öldürsünlər, din inancı. Amma indi danışanda deyirlər ki, məsələn, onlar elm dinə qarşı deyil və yaxud da din elmə qarşı deyil, xurafata qarşıdır. Bu xurafat mövzusu da mən o qədər belə qıcıqlandıran bir mövzudur ki, yəni heç kim öz inandığı şeyə xurafat demir. Yəni heç kim demir. O vaxtı tutalım bu yeni bir, məsələn burada bir dənə dialoq vardı, o da çox xoşuma gəlir. Deyir ki, Frankenstein dilindən deyilir ki, elektrik deyir ilk dəfə yanında, yanan lampanı göstərsəydik orta əsrlərə bizi sehirbaz, cadugar deyib öldürəcəkdilər. Amma indi elektrik yəni yeni kəşf olaraq bu arada bu filmdə çox önəmli kəşf olaraq elektriyi görürük. Çünki bilirik ki, gotik ədəbiyyatda, vampir ədəbiyyatında ümumilikdə Frankenstein vampir ədəbiyyat deyil, amma bu dönəmlərə uyarlanma olduğu üçün texnologiya inkişafları da biz görürük, texnoloji inkişafları və deyir ki, yəni orada özünü belə şey eləyir ki, yoxdur, bir tanrı yoxdur, şeytan da yoxdur, biz bu dünyadayıq. Yenə də deyirəm, yəni xurafat dediyinizin açıqlamasına baxanda gözlə görünməz bir qüvvənin olduğuna inanmaq. Allah özü də ümumilikdə gözlə görünməz bir qüvvə yaradıbdır insan. Necə ki, Oktay Eloğlu da Cəfər Cabbarlı deyirdi ki, insan mı Tanrını yaratdı, yoxsa Tanrı mı insanı yaratdı? Yəni o da sorğulanırdı. Yəni xurafat dediyiniz şey heç kim öz inandığı şey xurafat deyə bilmədiyi üçün, yəni onun üstünə almır. Belə söz oyunu oynayırlar, amma dinlər yəni xurafat ümumilikdə götürəndə və tarix boyu da dinlərlə elm belə deyim mübarizə aparıbdır. Və burada da yenisini görürük. Frankenstein de fikrini belə əsaslandırır ki, bütün yenilikləri, bütün elm adamları yenilik eləyəndə onsuz da dinlər ona qarşı çıxıbdır. Və biz bura qədər elə bilirik ki, əslində Frankenstein ölümsüz olmaq istəyir. Hansı ki, bir neçə yerdə də deyir ki, o ölüm qorxusu olmur. Məsələn, öldürüləcəyi ilə şantaj edəndə deyir ki, mənim ölümlə bir problemim yoxdur. Yəni, onsuz da mənə önəmli olan bu bir insan yaratmaqdır. İnsan yaradaraq, məsələn, bu yaradıcı insanlarda, rəssamlarda, ədəbiyyatçılarda da var ki, tutalım, uşaq dünyaya gətirməyin özü də ölümsüzlük hissidir. Yəni, sənin bir parçan qalır, sən ölsəndə səndən bir parça qalacaq, sən yaşayacaqsan, ölümsüzlük istəyi dayanır kökündə. Eləcə də dahilər də bunu ədəbiyyat yazaraq, nə bilim, nəsə yaradaraq, birinci sənət yaradaraq həyatda ölümsüz olmaya çalışırlar. Yəni, məsələn, belə deyək, Salvador Dali'nin əsərləri hələ də yaşayırsa, onu tanıyırıqsa, deməli ki, o artıq ölümsüz olubdur bir növ. Və burada da inanırıq ki, bu adamın Frankenstein'la qayğısı nəsə yaratmaqda, ondan sonra onsuz da onun ölümsüz olduğunu düşündü, ölümdən qorxmur. Daha sonra deməli fikir ziddiyyətləri yaşayır Igorla, hansı ki Igor deyir, səni də mən yaratmışam və bir növ günah, boşluq hissi də var Igorda. Çünki onun eyni fikirdə deyil. Amma biraz bir növdə fikirlər sanki qarışıqdır. Daha sonra isə deməli bu bədheybəti yaratmaq səhnələrində biz baxırıq ki, hansı ki tələbələrin qarşısında təqdim eləyir və bunu bədheybəti yaratma səhnələrində elektrik çox böyük rol oynayır. Elektriyi önəmi burada vurğulanır. Çünki orta əsrlərdə elektriyin kəşfi demək olar ki, 19-cu əsrdə ən belə önəmli dönəm. Elmi kəşflərin əksəriyyəti 19-cu əsrdə olubdur və yeni bir dünya yaradıb, belə deyim. Elektrik təsəvvürünü, hər şey elektriklə işləyir indi.
və o vurğulanır. Bət-heybəti onunla canlandırır və daha sonra da əslində görəcəyik ki, elə elektriklə də öldürmüş olur. Yəni burada da deyərdim ki, bunun özü də belə düşünəndə elektrik nədir? Elmi kəşfdir. Yəni yaradan da, öldürən də elmdir. Və yaxud da ki, yaratmaq qabiliyyətimiz də, öldürmək qabiliyyətimiz də bizim elmi biliklərimizdir kimi düşünə bilərik. Və polislər bunların arxasına düşürlər deyə onlar qaçırlar. Bir varlı tələbəsi Frankensteinə qəsrə aparır, amma burada fikir ayrılığı yaşayırlar İgorla. İgor onunla getmir, sevdiyi qızın yanında qalır, hansı ki onu öldürmək istəyirlər. Frankenstein xəbərdarlıq edir ki, səni mən yaratmışam, mənsiz həyatda qala bilməyəcəksən. Amma yenə də Igor onu dinləmir, daha sonra onu öldürüb dənizə atırlar, daha doğrusu öldüyünü düşünüb dənizə atırlar, amma oradan xilas olur. Və sonra peşman olur elədiyindən. Frankenstein gedir xəbərdarlıq eləmək ki, səni gəlib məhv eləyəcəklər. Hansı ki, artıq Frankenstein bir qəsrdədir və o artıq bət-heybəti elektriğin gücü çatmadığı üçün şimşəklə canlandırmaq istəyir, diriltmək istəyir. Bu ideyanın özü də Igordandır. Yəni onun yanına götürdüyü asistanındandır, belə deyək. Və səhnəni görürük ki, şimşək çaxır qəsrin üstündə və bət-heybəti dirildilər. Bu səhnədə, bət-heybətin dirildiyi səhnədə polis də artıq oradadır. Polis hətta Tanrıdan diləyir ki, Frankenstein'ı bağışlasın, elədiyi çox böyük bir cinayətdir. Burada eyni ilə Klon serialında Albieri ilə Əlinin dialoqları yadıma gəldi. Əli davamlı olaraq deyirdi ki, Tanrıya səni bağışlaması üçün sən nə elədiyini bilmirsən. Çünki o da bir insan yaratmaq istəyirdi, klon yaratmaq istəyirdi. Deyirdi ki, sən nə elədiyini bilmirsən. Onun üçün dua eləyirdi, Allahdan bağışlamasını dilirdi. O səhnə nəsə yadıma gəldi, əlaqəsiz olsa da. Və burada biz şeyi görürük. Deməli, Igorla Frankenstein dialoqunu görürük. Çünki saat, film başında saat detalı var idi. Bir qızın həyatını o saatla xilas eləmişdilər. Və Igor deyir ki, sən bu saatin hekayəsini bilirəm. Sən qardaşına aiddir və hekayədən artıq anlayırıq ki, Frankenstein uşaq olanda bir qəza keçirir və qardaşı onu xilas eləmək istəyəndə özü ölür. Necə ki, Frankenstein deyirik ki, klassik gotik ədəbiyyatıdır. Klassik gotik ədəbiyyatının xüsusiyyətləri nə idi? Xarici qorxular, qəsrlər, iri memarlıq abidələri, təbiət hadisələri, vəhşi, nə bilim, heyvanlar, səslər ürküdücü, yəni insanın özünə aid olmayan, təbiətdə olan hadisələr. Amma Edgar Allan Poe ilə biz bilirik ki, artıq o xarici qorxuların yerini müasir gotik ədəbiyyatda, qorxu janrında insanın daxili hisslərinə keçirdi. Və burada da o qorxu, o dəhşəti Frankenstein'in yaşadığı daxili psixoloji dəhşətidir. Çünki o qardaşı onu qurtarmaq istəyəndə ölüb deyə o günahkarlıq hissi yaşayır. Dəhşətli dərəcədə günahkarlıq hissi yaşayır ki, qardaşım Henry məni xilas eləmək istəyəndə öldü və bunun qarşılığında mən bir insanın ölümünə səbəb olmuşamsa, deməli bunun əvəzinə bir insan yaratmalıyam. Bu düşüncədədir. Yəni dedim ki, ölümsüzlükdən daha çox onun tamamilə başqa bir səbəbi var. Və daha sonra, yəni Mary Shelley'nin hekayəsində təbii ki, bu yox idi. Və daha sonra bət-heybət dirilir, Frankenstein onu qucaqlayır, hansı ki, klassik Frankenstein'da o yaratdığını dəhşətə düşür və onu tərk edir. Burada tərsinə, yəni yaxşı qarşılayır, amma bət-heybət özü çox qorxunc olur. Daha sonra deyir ki, mənəm Henry, sənin qardaşınam, bət-heybətə deyir. Çünki o düşünür ki, qardaşın ölüb və indi yenidən yaradıb qardaşını. Bət-heybəti görəndən sonra isə deyir ki, sənə bunu eləyə bilmərəm. Mən səni diriltmək, yaxşılıq eləmək istəyirdim, amma bu ədalətsizlikdir. Çox çirkindir çünki. Belə yaşaya bilməzsən. Və daha sonra onların arasında savaş başlayır. Bət-heybət bunlara öldürmək istəyir, bunlar onu öldürmək istəyirlər, hansı ki orada polislər və digər bu Frankenstein diriltmək istəyən, təcrübə aparan oradakı tələbələr, yəni hamı üstündə eləyir və iki ürək var bu arada. Bir ürək nə işləyə bilmədiyi üçün iki orqan deyirlər. Yəni deyir, bu insan olsa biz yaradırıq, birdən olmasın, ikidən olsun. Yəni şərt o deyil, %100 insanın orqanları olsun, anatomiyasına uyğun olsun və ürəyin birini vurandan sonra
anlayırlar ki, əslində ölməyibdir. Doktor qışqırır ki, o iki ürəklidir. Əslində burada da zərərsizləşdirmək, yenə də deyirəm, necə ki elektriklə canlandırmışdılar, burada yenə toka vururlar elektriklə, onu zərərsizləşdirirlər. Burada çox diqqətimi çəkdi bu detal. Yəqin ki, elmin gücünü bizə göstərirdi və öldürürlər Bət-heybəti və daha sonraki Igor'un və Frankenstein'ın məktublaşmalarını belə deyim dinləyirik. Hansı ki, deyir artıq biz anlayırıq ki, əslində Bət-heybəti öldürdü, amma yenə də Frankenstein bir insan yaratmış oldu. Yaratmış olduğu da Igor, yəni tələbəsi, heç kimə lazım olmayan bir insan sevdiyi qadın tərəfindən hansı ki görülmürdü. Artıq ondan bir mədəni bir insan obrazı yaradıb, onun kamburunu müalicə eləyib, diqqamət verib və əslində yenə də yəni nəticə olaraq bunun özü də bir yaratmaqdır və deyir ki, başqa təcrübələrim olanda artıq mən çox uzaqdayam, səninlə yenidən əlaqə saxlayacağam. Film belə bitir. Burada mənim diqqətimi çəkən bir şey də Frankenstein oxuyan həmişə yadıma bu düşür. Yaratmaq məsələsi əslində fikir ayrılığı, yəni yaratdığı şey sənə qarşı çıxır, səni öldürür. Belə baxanda məsələn bir insana tutalım, bunu həmişə öz təcrübələrimdə də görmüşəm. Kiminsə tutalım sənin düşüncələrin ona təsir eləyibsə, bir növ sən onu yaratmısan da, belə deyim, yönləndiribsə, daha düzgün cümlə yönləndirməkdir. Bir insanı yönləndirirsən, onun zövqünün formalaşmasında, həyata baxışının formalaşmasına yön verirsən. Demirəm, eyni sən öz fikirlərini aşırırsan, amma yönləndirirsən və daha sonradan həmən adam səni bəyənməməyə başlayır, daha çox, yəni və yaxud da ki, birinə kömək eləyirsən, onu məhv olmuş bir insan da tutalım, sən onu yenidən ayağa qaldırırsan. Nümunə üçün, məsələn, ağlıma ilk gələn budur ki, tutalım, borc içindədir, artıq çarəsiz özünü öldürmək istəyirsən, onu bütün çətin durumlardan çıxardırsan, maddi olaraq, mənəvi olaraq və o adam oradan qurtulanda sən onu yenidən, bunun özü də yenidən yaratmaqdır. O adam ilk növbədə sənlə düşman olur. İnsanın psixologiyasında belə bir şey və yaxud da ki, Atalar Oğullar əsərində məsələn generasiya fərqləri maraqlı idi ki, yeni nəsil köhnə nəsli heç vaxt bəyənmir. Onların fikirlərini öldürmək istəyir, köhnə hesab edirlər, lazımsız hiss edirlər. Yəni insan da insan eləyən onların fikirləridir. Yəni V for Vendetta'da dediyi kimi bu maskanın altında fikir deyən, insanı insan eləyən fikirləri, düşüncə tərzidir və yeni nəsil köhnə nəsli fikirlərini bəyənmir, öldürmək istəyir bir növ. Köhnə nəsildə kimdə? Onların ata-anası, yəni tutalım biz valideynlər, təbiət də belədir, yəni normalı budur ki, biz öz ata-anamızın fikrində olmamalıyıq əslində. Onlar köhnə nəsildir. Zaman dəyişir və dəyişimə ayaq uydurmayan, dəyişməyən sıradan çıxır, ölür. Bu fizioloji olaraq olmasa da, belə deyim, beyin olaraq, yəni bir insan köhnə ata-anasının fikrində qalıbsa, deməli ki, o əslində yaşamır. Amma bir tərəfdən də, yəni o köhnə nəslin fikirlərini bəyənmirsənsə, onların fikirlərinin artıq tətbiq olunmamasını istəyirsənsə, o düşüncənin tətbiq olunmasını istəmirsənsə, bunun özü də onları məhv eləməkdir. Yəni sən onlardan, onlar sənin yaradıcındır, atan, anan sənin yaradıcındır, onlar uyumlaşır. Bu tərəfdən də, yəni insan hər tərəfdən Frankenstein əsərini belə deyim, dəyərləndirə bilir və düşünürəm ki, istər mövzu olaraq mövzunun orijinallığı, çünki heç vaxt həqiqətən də Frankenstein tərəfindən bunu dinləməmişdik. O orijinallığını çox bəyəndim. Vizual olaraq da əslində zövq verirdi. Ondan da xoşum gəldi. Frankenstein'ın bir çox dediyim kimi filmləri var. Mənim üçün ən yaxşılardan birisi bu oldu. İzləmək istəyənlər 2015 versiyası Viktor Frankenstein, eləcə Viktor Frankenstein adlanır. İzləmək istəyənlər yəni bu adda yazıb Google'layıb baxa bilərsiniz.